Billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahillezî şeraha sudûrel mu'minîne bi envâril İslam. Ve salatu ve selamu ala Resulina Muhammedin hayril enam ve ala alihi ve ashabihil ikram. Esselamu aleyküm ve rahmetullah. Cümə gününün feyzindən bərəkətlənmək üçün zikirlə əlaqədar Əhməd Bican Əfəndinin Ənvar-ül Aşiq kitabından kiçik bir söhbət oxuyaq ki, bərəkətlər hasil olsun. Qalallahu Teala, Allahu Teala Qur'an-ı Kərimdə buyurur ki: "Ya eyyuhellezine amenu zkurullaha zikran kesira." Ey Allahu Teala'ya iman gətirənlər, Allahu Teala'nı çoxca zikr edin. Qədər yoxdur. Necə ki, Mevludnamə kitabında da Vəsilətün Nicabda deyir ki, zikrə sən ədəd vermə, sakınıb, ehtiyat eləyib, az da qılma, qəriq ol, kəndin bilmə. La ilahe illallah. Demək ki, Allah Teala Qur'an-ı Kərimdə buyurur ki, qədərsiz olaraq Allah Teala'nı zikr edin, xatırlayın. Zikir yəni Allah Teala xatırlayın. Rasulullah sallallahu aleyhi və səlləm həzrətləri etdi. Yəni ki, köhnə türk dilindədir, yəni dedi. İmanınızı bəkləyiniz. Yəni imanınızın keşiyində durunuz, nəzarətdə saxlayınız. Əshablar dedilər ki, ya Resulallah, imanımızı necə bəkləyəlim? Resul aleyhissalatu vesselam həzrətləri dedi ki, la ilahe illallah kəlməsini çox zikr etməklə. Demək ki, biz Allah-u Teala qismət eləyib, bizə nəsib eləyib, iman gətirib, İslamla şərəflənmişik. Peyğəmbər aleyhissalatu vesselam həm sahabələrinə, həm də bütün müsəlmanlara bir dənə xatırlatma eləyir. Bu hədisdə nə deyir? İmanınızı qoruyun. Nə ilə qoruyuldu? Sahabələr bizim namımıza, adımıza Peyğəmbərdən soruşur. Həzrət Rasulullah aleyhissalatu vesselam da deyir ki, imanınızı la ilahe illallah zikrini demək ilə qoruyunuz. O şeyi ver mənə zəhmət olmasa, o üstü yazılı taxtanı. Bəli. Demək ki, qalsın. Bir Əhl-i Beytdən gələn mübarək bir hədis var. Onu da oxuyum. Yəni qoruyun da məqsəd nədir? Yəni onu da bir bilmiş olaq. Rüya el-İmam Ali radıyallahu teala anh. Xeyr. Rüya İmam Ali Rıza. İmam Ali Rıza. Yəni biraz anlaşılan dildə ki, İmam Rıza. Deyir ki, rivayət ondan ki, fəqalə həddəsəni Əbi Musəl Kazim. O da rivayət eləyir bunu atası İmam Musa Kazimdən. Ən əbihi Cəfər-i Sadiq. O da atası İmam Cəfər-i Sadiqdən və ən əbihi Muhammed-i Baqir. O da İmam Muhammed Baqirdən. Ən əbihi Zeynül Abidin Ali. O da atası İmam Zeynül Abidin Ali'dən. Ən əbihi Hüseyin. O da atası İmam Hüseyin'dən. Ən əbihi Ali ibn Əbi Talib radiyallahu anhum. O da Cenab-ı İmam-ı Ali'dən, Əbu Talibin oğlu. Allah cümləsindən razı olsun. Qal, İmam Ali buyurur ki, həddəsəni Həbibi. Dedi buna, hədis elədi kim? Həbibi. Mənim sevgilim və qurrəti a'yuni, mənim gözümün işığı. Rasulullah sallallahu aleyhi və səlləm, Peyğəmbərimiz aleyhissalatü vesselam. Qal, Peyğəmbər aleyhissalatü vesselam da bunu deyir kimdən? Həddəsəni, deyir Peyğəmbər aleyhissalam bunu deyir Cibrilu. Cəbrail aleyhissalam deyir. Bir-birlərindən rəvayət edirlər. Cəbrail aleyhissalam görürsən bunu hardan deyir? Qal, Cəbrail də deyir ki, səmi'tu, eşitdim. Kimdən? Rabbal İzzə. Rabbül İzzət olan, İzzət sahibi olan Allahdan. Demək ki, Allahdan eşidir kim? Cəbrail aleyhissalam xəbər verir Peyğəmbərimizə. O da İmam Ali, o da İmam Hüseyin, o da Zeynül Abidin, Muhammed Baqir, Cəfər-i Sadiq. O da Musa-i Kaz, o da İmam-ı Rıza radiyallahu anh. Mən bildiyimə qədər bu hədisi İmam Rıza Hindistana gedir. Hindistana gələndə Hindistan xalqı onun qabağına çıxır, pişvazına çıxır. Ondan xahiş edib yalvarırlar ki, Cəddi Rasulullah aleyhissalatü vesselam bir hədis desin. O da bu hədisi deyir. Mən dediyim tərtibat üzərinə. Yaqul, Allah-u Teala deyir ki, la ilahe illallah hisni. La ilahe illallah mənim qalamdır. Mən qaləha, kimdirsə la ilahe illallah, dəxalə hisni, mənim qalama girmiş olar. Və mən dəxalə hisni və kim girsə mənim qalama, əminə min əzabi, mənim əzabımdan əmin olar.
bu Ənvar Laşında oxuduq. İmanınızı nəzarətdə saxlayın, qoruyun. Sahabələr soruşur, neylə? Deyir, la ilahe illallah deməklə. Deyəndə nə olur? İmdadımıza çatır bu qudsi hədis. Özü mötəbərliyinə bax xəbərin. La ilahe illallah hisnidir, mənim qalamdır. Kim o qalaya girsə, əmin əzab, mənim əzabımdan, yəni kafir olmaqdan, günaha düşməkdən əmin olar. Onun üçün hər daim la ilahe illallah demək lazımdır. İndi görün nə deyir? Deyir ki, Əhməd ibn Həmbəl deyir bunu indi. Rəhmətullah aleyh. Əhməd ibn Həmbəl deyir ki, Həzrətləri buyurur ki, bu hədisi Qudsinin raviləri ilə bir yerdə oxunduqda, mən oxuduğum kimi ard-arca hər kim bunu ravilərlə bir yerdə hədisin özünü də oxusa, bütün xəstəliklərə şifadır. Bir xəstənin üzərinə yəni oxunsa, bu hədis, bu tərtibat üzərinə bu hədisi oxumaq şifadır həmin xəstə üçün. Biz gözüm görmədi axırdakı yazını. Müxtəsər kəlam, Peyğəmbər Aleyhisselam buyurur ki, la ilahe illallah deməklə qoruyun. Allah da buyurur ki, mənim qalama girin. O da la ilahe illallah qalasıdır. Bəli. Və Həzrəti Rəsul buyurur ki, xəbər verirmi sizə qayət xeyirli əməlinizdən? Yəni siz əməl eləyirsiniz. Namaz qılıyorsunuz, cihad eləyirsiniz, mənlə bir yerdə mənim səhabələrimsiniz, dini mübin İslamı qurursunuz, mənə yardım eləyirsiniz. Amma bunların içində neyi? Qayət xeyirli əməli. Çox, bunların içində ən xeyirli əməli deyilmidir. Və Teala Həzrətlərinin qatında əfsəl əməldən sizə xəbər verirmi? Soram nədir? Altın, yəni qızıl və gümüş sədəqə verməkdən və kafirlərlə cəng etməkdən yek olan, yəni yaxşı olandan xəbər verilmir. Dedilər ki, bəli ya Rasulallah. Xəbər ver. Rasulullah sallallahu aleyhi və səlləm həzrətləri dedi ki, zikrullahı çox edin. Da burada hansı zikrullahı demir? Çünki Həzrət Rasulullahın başqa hədislərdə var. Məsəl üçün, əstəğfirullah zikri edin. La ilahe vahdehu la şerike lehu mulk ve lehu'l hamdu ve ala kulli şeyin qadir deyin. Subhanallah və hamdi subhanallazim və bihamdi estağfirullahazim və etûbü ileyh deyin. Və hakeza bunun kimi zikirlər. Demək ki, nədir sahabelərə? Cihad edən, qızıl gümüş paylayan, İslam üçün bu qədər çalışan sahabelər Peyğəmbər Aleyhisselam deyir ki, sizin bu çalışmaqlarınızdan Allah qatında da sizi çox sevdirəcək əməldən sizə xəbər verilmi? Sahabelər bəli deyəndə neyin deyir? Zikrə çox məşğul olun. Da zikrin nəliyini demir. Falan zikrini demir. Zikirlə məşğul olundur. Məsəl üçün, zikir niyyəti ilə bir gündə bir 100 dəfə Əlhəm oxuya bilərsən, 100 dəfə Qul Huvallah Şərif oxuya bilərsən, bir neçə dəfə Ayətəl Kürsü, evdən çıxanda hər kim Ayətəl Kürsü oxusa, 80 min mələk sağdan, soldan, öndən, arxadan onu qoruyar. Hər halalışa başlayanda Bismillah deyib başlamalısan. Yeməyi mütməyin olacaq bir şeyi, səni razı qalacaq bir nemətlə qarşılaşanda Elhamdülillah deyəcəksən. Nə oldu? Allah-u Teala çox zikr edir. Və dəxil Rasulullah sallallahu aleyhi və səlləm etdi ki, hər kim uçmaq bağçalarından, uçmaq yəni cənnət deməkdir, qədim türkçədə, uçmaq bağçalarından bir bağçaya girmək istərsə, həlqə-i zikrə girsin. Harada ki, Allah Teala'nı zikr eləyirlər. Başqa hədislər də var barədə. Ya Allah Teala'nı oturub məsələ halqa düzəltib Allah zikr eləyirlər və yaxud da ki, elm meclisidir. Allah Teala'nın bir ayətindən, Peyğəmbərin bir hədisindən, məsələn bizim kimi bir şey oxuyurlar, xatırlayırlar, bir-birlərini xatırladırlar. Bu nədir? Cənnət bağçalarından bir bağçadır buyurur Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Deyir ki, bilmək gərəkdir ki, məhəbbətullah haçan ki imanın bünyadı oldu, Allah Teala'nı sevmək imanın binəsi oldu. Bir binanın binəsi olduğu kimi sənin imanın Allaha eşqin, məhəbbətin, sevginin üstündə bərqərar oldu. Onun nişanı Allah-u Teala'nı çox da zikr etməkdir. Bilmək istəyirsənsə ki, Allah Teala'ya qarşı sevgin varmı, imanın kamildirmi? Diqqət elə o şeyi ki, zikr eləyirsənmi? Əgər çox zikr eləyirsənsə, zikirlə məşğulsansa, görürsən ki,
adicə məişət söhbət edirik. Yəni mübah olan söhbətdir, adicə məişətdən, həyatımızdan, əkin-biçinimizdən, bağ-bostandan, yağan yağışdan filandan. İstər-istəməz o kiminsə qeybətinə yönlənir, kiminsə sonra söhbətinə yönlənir, böhtanına yönlənir, ittihamına yönlənir. Yəni insan xasiyyəti belədir. Amma bir insan əgər ki Allah-u Teala'nın zikri ilə məşğul olsa, Hak Teala Həzrətləri məhəbbətullahını, öz sevgisini ona qismət eləyər. İmanın da əgər binəsi Allah-u Teala'nın məhəbbəti olsa, o insanın imanı kamildir deməkdir və o ancaq sevmiş olduğu Allahından danışmaq istəyir. Məsəl üçün, aşıq olan birisi məşuqunun gözəlliyini düşünür. Məsəl üçün, onu ilə danışmaq istəyir, onu ilə söhbət eləmək istəyir. Bir təzə paltar alan, təzə maşın alan, neyəsə, məsəl üçün, mübtəla, giriftar olan adam, hər adamın öz kuruğu var da, məsəl üçün, maşın sevir və ya o birisi başqa şey sevir. Hər kuruq öz sevdiyi şeylər barəsində danışır. Ora bir mənim kimsə gəlib çıxsa, sökək ki, ölüm var, qəbir var falan, xoşlarına gəlmir. Əgər bir insan doğrudan da məhəbbətullah ona qalib gəlibsə, o adam Allah-u Teala'nın zikri ilə məşğul olacaq. Allah-u Teala bizi özü ilə məşğul eləsin. Özümüzlə məşğul eləsin ki, baxaq nəzarətdə saxlayaq. Görəsən qəlbimiz neyin sevgisi ilə məşğuldur və görəsən Allah-u Teala'nın zikri ilə də məşğuldur. Subhaneke la ilme lena illa ma allamtana inneke entel alimul hakim. Ve ahir da'vana da'vahum enelhamdülillahi rabbil alamin. El Fatiha.